Dostlar salam, hər birinizi salamlayıram. Baxın, bura Bilgəh sanatoriyasının ərazisidir. Amma baxın, fikir verin. Bax, belə zabor çəkilib. Burada insanlar düşüb dənizə tərəf gedə bilməzlər. Baxın, necə zabora çəkilib, necə zabora alınıb. Mən əslində bu sanatoriyaya gəlməliydim sentyabrın 15-i. Mənə sentyabrın 15-i demişlər. Amma çox təəssüf ki, sentyabrın 9-da mənə zəng eləyib Azad Həmkarlar Təşkilatından bildirdilər ki, sizin yeriniz brom olunmayıb. Amma mən pulu iyun ayında keçirmişdim. 191 manat pul keçirmişdim. Buna baxmayaraq, mənim yerim sentyabrın 9-da məlum olur ki, bron olunmayıb. Görəsən hansı oliqarxın, görəsən hansı varlıların, pulluların sevgilisine aşlasa satıblar mənim yerimi. Bunu mənə cavab verə bilənlər. Məni indi sentyabrın 27-sinə gətiriblər. Mən istirahət eləməyə gəlmişəm. Belə yağışlı, bulutlu havada. Evdə oturmaq etsə, elə evimdə də oturardım da. 191 manatı da keyflə xərcləyərdim. Mənim yerimi sentyabrın 15-nə, aprel ayından mənə deyiblər ki, gözlə sentyabrın 15-i. Aprel ayından mən sentyabrın 15-ini gözləyirəm. Sentyabrın 9-da məzən gelib deyirlər ki, yox Tahirə xanım, sizin yeriniz bron olunmuyor. Mən pul köçürmüşəm. Nətər bron olunmuyor? Pul köçürmüşəm. Mən bron olunmalıydı yerim. Kimə satdınız? Kimin aşlasına, kimin sevgisine sattınız yerimi?